Sabah şəkəz oyunu sonrası mətbuat konferansında hər birinizi xoş gördük. Əvvəlcə baş məşqimiz Valdas Dambraskası oyunla bağlı fikirlərini bildirəcək. Daha sonra sizə suallarınızı ünvanlaya bilərsiniz. Please got your thoughts about this match. Well, first of all, congratulations to Sabah, to my players for 3 points. I think that was absolutely the most important today. I don't really today care about the performance or how we played, but I would take even we play 10 times worse just to get those 3 points, because after what happened last Tuesday, how much energy we spent, how much emotions we spent, I knew that is gonna be a very difficult game, and it was, and almost 100% rotation. If you check, only Orfe Mbina started last game and started this game, then all the players were rotated, and of course it's not very fair to judge players on their performance when they played first time in this squad together as this group. So of course first half, we had some problems, especially with possession, where I didn't like how we tried to control the ball, because even from the back line or from defenders we wanted to make that last pass straight away without any patience. But second half I think we improved, and that control was better and the pressing was better, and of course, your opponent is always, when score is 0-0, you're always a little bit cautious at the back, but I don't think, we allow them to create any chance, and it was all about us to score. Okay, the goal come from penalty, but I think before that and after that we had a couple of moments that we really could make score even bigger. Thanks God, it came in the last minute, and 2-0, but most important is 3 points, and now we really can move on, forget about this game, take only the positives and forget negatives, and to prepare for Wednesday, because this is a long journey and really important game waits us. Əvvəlcə mən qalibiyyət münasibətilə Sabah ailəsini, oyunçularımı təbrik etmək istəyirəm. Bugün ən önəmlisi olan 3 xal idi ki, biz də bu 3 xalı əldə etdik. Həqiqətən oyunçularımın performansı barəsində çox şey danışmaq istəmirəm. 10 dəfə deyə bilərəm ki, istədiyimdən də pis çıxış etsəydilər, ən önəmlisi mənim üçün bugün 3 xal idi. Çünki bildiyiniz kimi axırıncı oyunumuzda biz həqiqətən çoxlu enerji, emosiyamızı meydançada qoymuşduq və bu bir balaca oyundan sonra bizə çətin idi. Gördüyünüz kimi bugün 100%lik rotasiyalı bir heyətlə meydana çıxmışdıq. Sadəcə Orfe Mbina ilk 11-likdə yer almışdı. Bu rotasiyalı heyət barəsində nə isə danışmaq, əlbəttə ki, onları mühakimə etmək ədalətsizlik olardı. Çünki onlar birinci dəfə idi deyə bilərəm ki, bir yerdə çıxış edirdilər. Birinci hissə bizdə bir balaca problemlər vardı. Çünki topa nəzarət etməkdə çətinlik çəkirdik. Müdafiə xəttimiz istədiyimiz kimi topla çıxa bilmirdi və səbirli davranmaq lazım idi ki, tələsik bəzən qərarlar verildi, səbirsiz şəkildə davranırdıq. İkinci hissə artıq müəyyən düzəlişlər etdik, daha da oyunumuzu inkişaf etdik, presingimizi daha da yaxşı etdik. 0-0 olarkən belə rəqibə deyə bilərəm ki, heç bir şans vermədik. Müdafiə xəttimiz daha yaxşı çıxış etdi. Əlbəttə ilk qol penaltidən oldu, amma biz bu qoldan əlavə daha çox qol fürsətlərimiz oldu ki, 2-3 dənə onlardan da yararlana bilərdik. Allaha şükürlər olsun ki, oyunun son dəqiqələrində fərqləndik və 2-0 hesabı ilə qalib gəldik. İndi bütün bunları unudub irəliyə baxmaq lazımdır. Ancaq sadəcə pozitiv şeylər haqqında fikirləşmək, düşünmək lazımdır, negativ şeylər haqqında düşünməmək lazımdır və bizi qarşıdan çox ağır bir oyun gözləyir və bu uzun bir səyyətimiz var. Sadəcə biz artıq bunlara köklənirik. Kuboklarda liqa mərhələsində oyun dillə desək, çiftləri Premier Liqada başladı. Qarşıdakı vaxtda artıq ölkə kubokda olacaq. 3 turnirdə çıxış etmək komanda üçün nə dərəcədə çətin olacaq və burada əsas məsələ heyətdəki futbolçuların sayı sizi qane edirmi, yoxsa yenə transferlərə ehtiyac var? Firstly, I want to say that
league phase, like league group stage, it seems that in your pocket. And taking into account that championship is already started, also you have to play in the cup as the Azerbaijan Cup. It will not be difficult for you to play in 3 fronts, and taking into consideration your squad will be enough players, or would you like What league phase we talking about? about group stage? Okay, I understand. And will be enough our squad for Even you don't play in a group stage, you know, like it's difficult. Of course, it's difficult to win the championship, to play the games, to win the cup is very, very difficult. Of course, it's gonna be difficult, but there are rules how many players you can register, how many you can have. We cannot have 50 players, you know, like, and to have 3 squads, one for the championship, one for the Europa League or Champions League, and one for the cup. You know, it's normal that you play 2-3 times per week, and that's what we have to do. Yes, it's gonna be a new thing for us, but players will adjust, coaches will adjust. We will find a way how to work. And today, look, we brought here 23 players, and you know, like Simic wasn't even on the list. Still, Hayal Aliyev is still not on the list, just recovering from injury. So we're talking about 25 players who, in my opinion, are really quality players, and. How they gonna develop? You know, like you guys come and say, oh, okay, you know, like clubs, because of foreigners limit, don't give a chance, you know, like to young Azerbaijani players. So when to give them this chance? So today, you know, like 20 years old goalkeeper plays in goal, you know, like, so instead of, you know, like, okay, why, you know, like asking why is, you know, like you're not bringing extra players, be happy, you know, like that somebody, you know, like is developing, somebody is getting the chance, and that's what we're gonna do. We have 25 players at least, you know, like, and probably even more, and we don't need more. If there's gonna be like a need, you know, like an injuries or good players appears, of course we always on the checkout, we're always looking, we're always scouting, but I hear this question asked absolutely every press conference, you know, like whenever we play, when is the new transfers, why we talking about the transfers all the time, you know, like when we like you say, like we in the league phase, you know, like with this team, you know, like winning, this team is doing good, so what I don't see, you know, like why we need to speak about the transfers all the time, because we have players, we won, and we going now in Champions League playoff with this squad, so that is already shows, you know, like that those players, they are quality players, and they have quality mark all over them. Good luck. Əlbəttə ki, bu çətin olacaq bizim üçün. Düzdür, 3 mərhələdə çıxış eləmək çempionatda, istər Avropa səhnəsində və ya kubokda çətindir, başa düşülən. Amma onu deyək ki, biz 50 oyuncu sifariş edib 3 fərqli heyət də qura bilmərik. Bu bizim üçün yeni bir şey olacaq. 3 səhifədə oynamaq, bu normal bir hal olacaq ki, həftə ərzində bəzən 2-3 qarşılaşmaya çıxacaq. Düzdür, bu da bizim üçün bir yenilikdir, bir məşqçilər üçün olsun, bir futbolçular üçün olsun. Amma biz bunun həll yolunu tapacağıq və çalışacağıq ki, istədiyimiz şəkildə çıxış edək. Hal-hazırda bugün oyuna gələrkən bizim 23 oyuncumuz var idi. Simic bugün yox idi heyətdə. Xəyal zədədən yavaş-yavaş bərpa olunur. Deyə bilərəm ki, 25 və daha çox bizim keyfiyyətli oyuncularımız var ki, həqiqətən bizə çox böyük, çox dəstək ola bilərlər və biz bu oyuncularımızı inkişaf elətdirməliyik. İndi məsəl üçün əcnəbilər üçün legioner limiti yoxdur və biz bugün qapıda 20 yaşlı Azərbaycanlı qapıçıya etimad edirik və əlavə hər dəfə eyni sualı soruşmaqdan ki, niyə görə yeni oyuncular cəlb etmirsiniz? Biz daha da bu əlimizdə olan heyəti inkişaf elətdirməliyik, onlarla daha da irəliyə doğru getməliyik və əgər onu qeyd edim ki, əgər nə isə bir ağır oyuncu zədələr olarsa,
və yaxud da ki, çox yaxşı bir oyunçu olarsa, əlbəttə biz onu heyətimizə cəlb edə bilərik. Bunun üçün də bizim skautlar demək olar ki, dayanmadan çalışırlar, dayanmadan da işləyirlər. Mən hər mətbuat konfransında bu barədə suallar verirlər ki, niyə yeni oyunçular cəlb etmirsiniz, yeni transferlər hardadır? Onu qeyd edə bilərəm ki, mənim əlimin altında olan 25 və əlavə oyunçular həqiqətən də çox keyfiyyətli oyunçulardır və mənim istədiklərimi həyata keçirirlər və biz artıq Çempionlar Liqasının play-offuna bu oyunçularla gedirik və bu da bunların nə qədər keyfiyyətli olduğunu, nə qədər keyfiyyətə malik oyunçular olduğunu göstərir. Sual olur mu? Başqa sual yoxsa mətbuat konfransı? If there are no any questions, we can close our post-match conference.